Fevral ayında bürcləri nələr gözləyir? Planetlərin hərəkətləri və enerjiləri birbaşa bürclərə təsir göstərir. Astroloqlar bu hərəkətləri şərh edir və bürclərə təsirlərini aşkar edirlər. Aylıq ulduz falı şərhlərinə baxarkən, bəzi bürclər xoşbəxtliyə, həyəcana və maraqlara, bəziləri isə daha fərdi və ya ümumi layihələrə yönəlir. Bu ay hansı bürclərdə nə kimi dəyişikliklər olacaq? Fevral ayında Qoç, Buğa, Əkizlər, Xərçəng, Şir, Qız, Tərəzi, Əqrəb, Oxatan, Oğlaq, Dolça və Balıqlar bürcünü nələr gözləyir? Astroloq tərəfindən hər ay hazırlanan fevral ayının aylıq ulduz falını Astrobürc TV Lentaza istinadən xəbər verir. Qoç. Fevral ayı Qoç bürcü üçün enerjili başlayacaq. Özünüzü güclü hiss edəcəksiniz. Yeni planlar qurmaq istəyəcəksiniz. Köhnə ideyalar yenidən aktuallaşacaq. İş həyatında hərəkətlilik artacaq. Rəhbərlik sizi fərq edə bilər. Yeni layihə təklifi ala bilərsiniz. Maddi mövzularda diqqətli olmaq vacibdir. Gözlənilməz xərclər çıxa bilər. Pul xərcləyərkən düşünmək lazım olacaq. Sevgi həyatında səmimiyyət artacaq. Münasibəti olanlar daha yaxın olacaq. Subay qoçlar yeni tanışlıq yaşayacaq. Sağlamlıq diqqət istəyəcək. Qidalanma önəmli olacaq. Yorğunluq hiss edə bilərsiniz. İstirahət kömək edəcək. Açıq hava faydalı olacaq. Ayın ortasında qazanc olacaq. Bu sizi sevindirəcək. Hobbilərə vaxt ayıracaqsınız. Yaradıcılıq yüksələcək. Dost dəstəyi görəcəksiniz. Riskdən uzaq duracaqsınız. Sosial çevrə dəyişəcək. Yeni insanlar tanıyacaqsınız. Ailədə sevinc olacaq. Ayın sonu rahat keçəcək. Daxili huzur artacaq. Özünüzü güvəndə hiss edəcəksiniz. Gələcək planları quracaqsınız. Səbir qazandıracaq. Maddi balans yaranacaq. Gərginlik azalacaq. Emosional rahatlıq gələcək. Dostlarla söhbət artacaq. Kiçik səyahət mümkün olacaq. Pozitiv enerji artacaq. Ay sabit keçəcək. Fevral məhsuldar keçəcək. Ay sizə yeni başlanğıc gətirəcək. Buğa. Fevral ayı buğalar üçün sakit başlayacaq. Düşünmək istəyəcəksiniz. Plan qurmaq önəmli olacaq. Maddi məsələlər diqqət tələb edəcək. Qənaət sizə xeyir verəcək. İşdə sabitlik qorunacaq. Səbriniz qiymətləndiriləcək. Ailə münasibətləri istiləşəcək. Evdə rahatlıq artacaq. Köhnə dostla görüş olacaq. Sevgi həyatında dərin hisslər yaşanacaq. Münasibətlər möhkəmlənəcək. Subay buğalar tanışlıq yaşayacaq. Sağlamlıq diqqət istəyəcək. Qidalanma önəmli olacaq. Yorğunluq hiss edə bilərsiniz. İstirahət kömək edəcək. Açıq hava yaxşı təsir edəcək. Ayın ortasında qazanc olacaq. Bu sizi sevindirəcək. Hobbilərə vaxt ayıracaqsınız. Yaradıcılıq yüksələcək. Dost dəstəyi görəcəksiniz. Riskdən uzaq duracaqsınız. Sosial çevrə dəyişəcək. Yeni insanlar tanıyacaqsınız. Ailədə sevinc olacaq. Ayın sonu rahat keçəcək. Daxili huzur artacaq. Özünüzü güvəndə hiss edəcəksiniz. Gələcək planları quracaqsınız. Səbir qazandıracaq. Maddi balans yaranacaq. Gərginlik azalacaq. Emosional rahatlıq gələcək. Dostlarla söhbət artacaq. Kiçik səyahət mümkün olacaq. Pozitiv enerji artacaq. Ay sabit keçəcək. Fevral məhsuldar keçəcək. Güvən verəcək. Əkizlər. Fevral ayı əkizlər üçün hərəkətli olacaq. Ünsiyyət artacaq. Sosial həyat canlanacaq. Yeni dostlar qazanacaqsınız. Maraqlı söhbətlər olacaq. Təhsil mövzuları önə çıxacaq. Yeni bilik öyrənəcəksiniz. İşdə dəyişiklik düşünəcəksiniz. Yaradıcılıq yüksələcək. Sevgi həyatında sürpriz olacaq. Mesaj ala bilərsiniz. Subay əkizlər görüşə gedəcək. Enerjiniz yüksək olacaq. Diqqət dağınıqlığı yarana bilər. Planlı olmaq lazımdır. Sağlamlıqda gərginlik hiss edilə bilər. İstirahət vacib olacaq. Hobbilər rahatladacaq. Ayın ortasında xəbər gələcək. Maddi kiçik qazanc olacaq. Yeni layihə maraqlı görünəcək. Sosial mediada aktivlik artacaq. Ailə söhbətləri çoxalacaq. Köhnə dostla barışıq olacaq. Ayın sonu rahat keçəcək. Daxili huzur artacaq. Özünüzü güvəndə hiss edəcəksiniz. Gələcək planları quracaqsınız. Səbir qazandıracaq. Maddi balans yaranacaq. Görüşən köhnə dostla barışıq olacaq. Musiqiyə maraq yüksələcək. Yaradıcılıq artacaq. Yeni ideya doğulacaq. Dost dəstəyi hiss ediləcək. Pozitiv düşüncə artacaq. Qərarlar dəqiqləşəcək. Emosiyalar sabitləşəcək. Yeni başlanğıc olacaq. Ay dinamik keçəcək. Şans artacaq. Fevral fürsətlər gətirəcək. Xərçəng. Fevral ayı xərçəklər üçün emosional olacaq. Ailə ön plana çıxacaq.
Evdə dəyişiklik istəyəcəksiniz. Köhnə xatirələr yada düşəcək. Sevgi həssas olacaq. Anlayış vacib olacaq. Subay xərçəng keçmişlə üzləşəcək. Maddi diqqət lazım olacaq. Qəfil xərclər olacaq. Plan qurmaq kömək edəcək. İşdə sakitlik olacaq. Dost dəstəyi gələcək. Yorğunluq hiss ediləcək. İstirahət vacibdir. Ruhani maraq artacaq. Kitab oxumaq rahatladacaq. Ayın ortasında xoş xəbər gələcək. Ailədə sevinc olacaq. Sosial mühit genişlənəcək. Yeni dostluq yaranacaq. Yaradıcılıq artacaq. Musiqi maraqlı gələcək. Ayın sonu rahat keçəcək. Daxili huzur artacaq. Özünüzü güvəndə hiss edəcəksiniz. Kiçik səyahət olacaq. Düşüncə dərinləşəcək. Emosiyalar sabitləşəcək. Pozitiv enerji artacaq. Köhnə incilik bitəcək. Yeni başlanğıc yaranacaq. Sağlamlıq yaxşılaşacaq. Hobbi tapılacaq. Dostlarla görüş artacaq. Qərarlar dəqiqləşəcək. Ümid artacaq. Ruh yüksəkliyi olacaq. Dost dəstəyi güclənəcək. Kiçik qazanc olacaq. Qərarlar dəqiqləşəcək. Motivasiya artacaq. Ay sabit keçəcək. Fevral rahatlıq verəcək. Daxili güc artacaq. Şir. Fevral ayı şirlər üçün parlaq olacaq. Diqqət mərkəzində olacaqsınız. Enerjiniz yüksək olacaq. Yeni layihələr başlayacaq. Yaradıcılıq artacaq. Sosial çevrə genişlənəcək. Dostlarınız çoxalacaq. Sevgi həyatında romantika artacaq. Sürpriz hədiyyə ala bilərsiniz. Münasibətlər möhkəmlənəcək. Subay şir tanışlıq yaşayacaq. Maddi qazanc mümkün olacaq. İşdə uğur artacaq. Rəhbərlik sizi qiymətləndirəcək. Ailə dəstəyi görəcəksiniz. Sağlamlıq yaxşı olacaq. İdman faydalı olacaq. Ayın ortasında xəbər gələcək. Gözlənilməz xəbər gələcək. Pozitiv düşüncə artacaq. Özünüzə inam yüksələcək. Ayın sonu rahat keçəcək. Daxili huzur artacaq. Özünüzü güvəndə hiss edəcəksiniz. Kiçik səyahət olacaq. Gözlənilməz görüş olacaq. Yaradıcılıq artacaq. Şöhrət arta bilər. Yeni məqsəd yaranacaq. Ruh yüksəkliyi olacaq. Şans sizi izləyəcək. Sevinc artacaq. Gərginlik azalacaq. Fevral uğurlu keçəcək. Motivasiya yüksələcək. Ay sizə parlaq enerji verəcək. Qız. Fevral ayı qızlar üçün plan ayı olacaq. Nizam-intizam artacaq. İşdə məsuliyyət çoxalacaq. Detallara diqqət yüksələcək. Uğur qazanacaqsınız. Maddi sabitlik qorunacaq. Qənaət faydalı olacaq. Sevgi həyatında aydınlıq olacaq. Münasibətlər düzələcək. Subay qız tanışlıq yaşayacaq. Sağlamlıq yaxşılaşacaq. Qidalanma önəmli olacaq. İstirahət vacibdir. Hobbilər rahatladacaq. Ailə dəstəyi hiss ediləcək. Dostlarla görüş artacaq. Ayın ortasında xəbər gələcək. Yeni ideya doğulacaq. Sosial çevrə genişlənəcək. Səyahət mümkün olacaq. Pozitiv enerji artacaq. Emosiyalar sabitləşəcək. Ayın sonu rahat keçəcək. Daxili huzur artacaq. Özünüzü güvəndə hiss edəcəksiniz. Yaradıcılıq artacaq. Musiqi maraqlı gələcək. Yeni plan qurulacaq. Şans yüksələcək. Gərginlik azalacaq. Yeni başlanğıc olacaq. Ümid artacaq. Dost dəstəyi güclənəcək. Sevinc artacaq. Ruh yüksəkliyi olacaq. Münasibətlər möhkəmlənəcək. Sosial aktivlik artacaq. Qərarlar dəqiqləşəcək. Maddi balans yaranacaq. Fevral sabit keçəcək. Motivasiya yüksələcək. Ay güvən verəcək. İnkişaf hiss ediləcək. Tərəzi. Fevral ayı tərəzilər üçün balans ayı olacaq. Münasibətlər ön plana çıxacaq. Yeni tanışlıqlar yaranacaq. Sosial mühit genişlənəcək. Dostlarla görüş artacaq. Sevgi həyatında romantika çoxalacaq. Münasibətlər dərinləşəcək. Subay tərəzi üçün şans yüksəkdir. Maddi mövzularda diqqət lazım olacaq. Xərclər arta bilər. Plan qurmaq kömək edəcək. İşdə əməkdaşlıq artacaq. Yeni layihə mümkün olacaq. Yaradıcılıq yüksələcək. Hobbilər maraqlı olacaq. Ailə dəstəyi hiss ediləcək. Sağlamlıq sabit olacaq. İstirahət vacibdir. Ayın ortasında xoş xəbər gələcək. Kiçik qazanc olacaq. Pozitiv düşüncə artacaq. Emosiyalar sabitləşəcək. Səyahət planı yarana bilər. Yeni ideya doğulacaq. Dost dəstəyi güclənəcək. Ayın sonu rahat keçəcək. Daxili huzur artacaq. Özünüzü güvəndə hiss edəcəksiniz. Kiçik səyahət olacaq. Gözlənilməz görüş olacaq. Yaradıcılıq artacaq. Şöhrət arta bilər. Yeni məqsəd yaranacaq. Ruh yüksəkliyi olacaq. Şans sizi izləyəcək. Sevinc artacaq. Gərginlik azalacaq. Fevral uğurlu keçəcək. Motivasiya yüksələcək. Ay güvən verəcək. Əqrəb.
Fevral ayı əqrəblər üçün dəyişiklik ayı olacaq. Daxili güc artacaq, qərarlar dəqiqləşəcək, işdə yenilik olacaq, yeni təklif mümkündür, maddi mövzular önə çıxacaq, qazanc arta bilər, riskli addım atmamaq lazımdır. Sevgi həyatında ehtiras yüksələcək, münasibətlər dərinləşəcək, subay əqrəb tanışlıq yaşayacaq, sosial çevrə genişlənəcək, dostlarla görüş artacaq, ailə dəstəyi hiss ediləcək, sağlamlıqda istirahət vacibdir, yorğunluq keçəcək, yaradıcılıq artacaq, hobbilər rahatladacaq, ayın ortasında xəbər gələcək, kiçik səyahət olacaq, pozitiv enerji artacaq, emosiyalar sabitləşəcək, yeni plan qurulacaq, şans yüksələcək, ayın sonu rahat keçəcək, daxili huzur artacaq, özünüzü güvəndə hiss edəcəksiniz, gərginlik azalacaq, yeni başlanğıc olacaq, ümid artacaq, dost dəstəyi güclənəcək, sevinç artacaq, ruh yüksəkliyi olacaq, münasibətlər möhkəmlənəcək, sosial aktivlik artacaq, qərarlar dəqiqləşəcək, maddi balans yaranacaq, fevral uğurlu keçəcək, motivasiya yüksələcək, ay güvən verəcək. Oxatan. Fevral ayı oxatanlar üçün hərəkətli olacaq, səyahət arzusu artacaq, yeni ideyalar doğulacaq, sosial həyat canlanacaq, dostlarla görüş çoxalacaq, sevgi həyatında sürpriz olacaq, subay oxatan tanışlıq yaşayacaq, münasibətlər güclənəcək, işdə yenilik mümkün olacaq, maddi qazanc mümkün olacaq, riskli addım atmamaq lazımdır, yaradıcılıq yüksələcək, hobbilər maraqlı olacaq, ailə dəstəyi hiss ediləcək, sağlamlıq yaxşılaşacaq, idman faydalı olacaq,